Mesela mən də Son olarak. Davam edin siz. Serdar Bey, keçən dəfə dediniz, indi də deyirsiniz. Keçən dəfə heç nə demədim. Bu dəfə nə deyirəm? Elə bu dəfə indi də deyirsiniz dedin də. Mənim yadımda qalıb keçən dəfə. Elə iş orasıdır da, mən elə indi dediniz. İndi dediniz, bəli. Yəni indi də deyirsiniz o vaxt. Deyirəm, həddə görüm. Bəli, deyim. Heç sözümü kəsməyin. Kəsməyin. Sünnilərin bir kitabıdır. Demə Nazim Məhəmməd Sultan alimin də adı Nəvəvi 40 hədis şəhri. Bu deməli nədir? Sünni qardaşlarımız o neçə min hədisin içindən 40 dənə hədis seçiblər və burada sünni təriqətinin əsaslarına uyğun gələn hədislər təhlil edib bu kitabda. 40 hədis. Buna ərbeyn deyirlər. Bu da İmam Xameyninin ərbeyninə yazdığı kitabdır. Bu da 40 hədis seçib. Bunun 40 hədisi sübut edir ki, şiələr düz yoldadır. Bu sünni aliminin 40 hədisi sübut edir ki, sünnilər düz yoldadır. Və beləliklə İslamda parçalanma var. Bax, biri bu, biri bu. Bu şiənin kitabıdır, bu da sünninin kitabıdır. Son olarak. Davam edin siz. Serdar Bey, keçən dəfə dediniz, indi də deyirsiniz. Keçən dəfə heç nə demədim. Bu dəfə nə deyirəm? Elə bu dəfə indi də deyirsiniz dedin də. Mənim yadımda qalıb keçən dəfə. Elə iş orasıdır da, mən elə indi dediniz. İndi dediniz, bəli. Yəni indi də deyirsiniz o vaxt. Deyirəm, həddə görüm. Bəli, deyim. Heç sözümü kəsməyin. Kəsməyin. 40 hədis, 40 hədis. Deyirsiniz ki, sünnilərdə 40 hədis var, şiələrdə 40 hədis var. Sünnilərdə İmam Nəvəvi cəm eləyib, şiələrdə olanı Xomeynə cəm eləyib. Və yapışmısınız ki, burada sünni deyir ki, mən düzəm, əqidə gətirir, orada şiə düşmə. Xeyr, o kitab ikisi də, Xomeynin də, Nəvəvinin də kitabı əxlaqi 40 hədis yığıb ora. Özünüzdən başqa şeylər çıxarırsınız. Onların ikisi də mən düzəm, sən düzsən sözü yoxdur. Eyni hədislərdir. Yox, eyni deyil, onu demirəm. Bəs onda necə olar sən müsəlmana mənim başa düşmürsün, müxtəlif cürə hədislər təqdim edir. İçindəkilər əxlaqi hədislərdir. Hamısı əxlaqi, içsiz birini əzbər deyimsə, əxlaqi hədislər də hamısı sünnədə də, şiədə də. Niyə fərqli kitablardır? Niyə fərqli hədislər? Mən biri bu əxlaqdan deyir ki, səbirli, o biri deyir ki, nə bilim, davadalış eləmədə, gözəl sözlərdir ikisi. Yəni demək istəyirəm ki, əqidə sünni söhbət yoxdur o kitabın içində də, ikisi də əxlaqa çağırır. Bunu qoyun qırağa ki, müsəlmanlar parçalanmıyor müsəlmanlar. Mərakeşlə İndoneziyanı yığsaq bir yerə namazı yeni qılırlar. Sizin kimi hədisi qırağa qoyaq deyənlər isə hərəsi min cür fətva verir, min cür şey danışır. Bu bir. Sonra zəhmət olmasa şəkili göstərək istəyirəm ki, Sami bəy başlayandan mən baxıram, yəni çox az danışıb, icazə verib fikirlərini tamamlasın. Buyurun. Mənim siz çoxdan çəkirəm, Allah razı olsun. Mənim siz dediniz ki, İmam Nəvəvini gətirdiniz ki, deyirsiniz ki, bu qədər neçə qədər hədislərin içində 40 dənə hədis var. Onunla alim adı çədi yapışdın birindən. Mən onlar sözümü bitirim də bəli. Başqa deyirsiniz ki, orada da deyirsiniz ki, kəsmirdim də. Görsəniz, baxın da kəsirsiniz də. Mən siz bəli danışırsınız. Deməli, mənim birincisi İmam Nəvəvi orada 42 hədisdir orada, 40. İkisini əlavə eləyib, bəli. Elə deyil, yəni ərəbcə mənim kəsri sındırmada 42-yə 40 deyilir, 38-ə 40 deyilir, o mənə 42-də 40 deyilir. Deməli, orada hədisi, o hədis 40 dənə hədisi niyə gətirib? Yalnız onu səhih sayıb elə bir şey yoxdur müəllim. Sadəcə olaraq orada 40 dənə hədisin içində İslama aid fiqhi, imani, əxlaqi, ədəbi məsələlər var deyə 40 dənə yığıb sadəcə olaraq onu şərh eləyib. Heç ara deməyib ki, yalnız bunu səhih saymışam, mən biləsiniz, bu belə.